Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə belə xırda, balaca, şirin gilas qurusu hazırlayacağıq. Çox gözəl qurusu alınır. Biraz mən gec yığmışam, çox dəyibdir. Siz biraz az dəyən vaxtı, yetişən vaxtı hazırlaya bilərsiniz. Gördüyünüz kimi gilaslarımızın içərisinin çərtdəyini çıxartmışam. Hamısını bax belə bir saç şpulkası ilə gilasların içinin çərtdəyini bax belə çıxartmışam. İndi bu gilasımızı qaynar suyun içərisinə duz əlavə etmişəm. İndi qaynar suyun içərisinə əlavə edib bir buxum adcana qaynadacağam. Budur, gördüyünüz kimi su qaynayır. İçərisinə duz əlavə etdim. İndi bu qaynar suyun içərisinə gilasımızı əlavə edəcəyik. Bax, budur belə qıraqlarından köpüklənib qaynayır. Çox möhkəm qaynatmaq lazım deyil. Gilasınız əgər tam dəyibsə, çox qaynatmaq lazım deyil. Əgər gilasınız biraz kal kimidirsə, onda biraz artıq qaynatmaq lazımdır. 2 dəqiqə, 3 dəqiqə mən qaynatdım. Artıq bəs edər. Gilasımızı süzək və gün düşən yerə gilasımızı bir surpanın üzərinə düzüb gün düşən yerə düzəcəyik. Qazımızı söndürək. Budur belə aş üzərimizə süzəcəyik. Hansı gilasdan istəsəniz belə gilas qurusu hazırlaya bilərsiniz. Turş gilasdan da olar, şirin gilasdan da olar, öküz ürəyi olan iri gilasdan da olar. Artıq gilaslarımızın suyu təmiz süzəlləndi. Budur, bax belə günün altına, eşiyə ya balqona, gün düşən yerə dəsmal sərib üzərindən gilaslarımızı belə sərmək lazımdır. Yəni narahat olmayın ki, qurumayacaq. Quruyur. Həmən eyni gilasdan qurutmuşam. Bu da ötmüşdü. Yəni siz çox ötürməyin gilasınızı. Çox ötürəndə biraz əzinik alınır. Çox gözəl, qəşəng alınıbdır. Kişmişə oxşuyur, üzüm kişmişinə. Çalışın siz gilasınızı ötürməyin, yəni çox dəyməsin. Çox dəyəndə yəni əzinik alınır belə. Və normal dəymiş olanda dənəvar alınır bütöv, bax belə. Bunu mən qabaqcadan qurutduğum gilasdır. Hardasa 10 gündür quruyur. Yəni hava çox isti olsa tez quruyacaqdır. Yox, hava çox günlük olmasa biraz gec quruyur. Yəni
tələsməyin ki, niyə qurumur? Quruyacaqdır. Nazik sərin, günün altına ya balkona, hardasa gün düşən yerə sərin, yaxşı bir surfanın üzərinə quruyacaqdır. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Əsl gilas mövsümüdür. Siz də mənim kimi belə cürbəcür gilaslardan meyvə qurusu hazırlayın.